Vaxtınız xeyir olsun əziz şagirdlər. Deməli bugün biz sizinlə 11-ci sinif 1-ci buraxılış imtahanının riyaziyyat suallarına baxacağıq. Birinci sualda 61-ci sual. Rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli cüt ədədin 33,1 faizini tapın deyir. Deməli biz birinci baxaq ki 33,1 faiz 3'də 100% deməkdir. Yəni bu bizə 3'də 1 hissəni verir. Rəqəmlərin müxtəlif olan ən kiçik 3 rəqəmli cüt ədəd 102-dir. 102 ədədinin 3'də 1 hissəsi 102 ilə 3'də 1 ixtisar edir və 34 qalacaq. Yəni variantımız D. Qələmi dəyişək. X ədədi 4'ə bölünəndə qalıq 2-yə, 5'ə bölünəndə qalıq 3'ə, 7'yə bölünəndə qalıq 5'ə bərabər olur. Deməli, x ədədi, fərz edək ki, 4'ə bölünəndə bir A ədədi alınır və qalıq 2'yə bərabər olubsa, x 4A üstəcə 2'yə bərabərdir. Həmçinin 5'ə bölünəndə qalıq 3'ə bərabər olunubsa, fərz edək ki, 5'ə bölünəndə bir B ədədi alınır və 5B plus 3'ə bərabərdir. Həmçinin 7'yə bölünəndə qalıqda 5 alınır. Deməli, fərz edək ki, 7'yə bölünəndə bir C ədədi alınır və qalıq 5'ə bərabər isə 7 üstəcər 5. Bunlar hər biri bir yerdə, yəni daha doğrusu ayrı-ayrılıqda x ədədini verir. Baxırıq ki, 4 ilə 2'nin arasındakı fərq 2. 5 ilə 3'ün arasındakı fərq 2. 7 ilə 5'in arasındakı fərq 2. Hər birinin ayrı-ayrılıqda arasındakı fərq 2'dir. Tamam, bu gözəl. Bu qaldı qıraqda. Bunu tapdıq. Bu halda əgər bölənlə qalıq arasındakı fərq eyni olarsa 4, 5, 7. Yəni bölənlərin əkobunu tapırıq. Çünki ədədlərimiz 4'ə və 4'ə, 5'ə, 7'yə bölünməlidir. 4, 5, 7 ədədləri qarşılıqlı sadə olduğu üçün onların əkobu bir-birinin hasilidir. Yəni 140'dır. 2 tapmışdıq. Bölənlə qalıqlar arasındakı fərq 2 idi deyə 140'dan 2'ni çıxırıq. Qalır 138. Həqiqətən də yoxlasaz görərsiniz ki 138'i 4'ə böləndə qalıqda 2 qalır. 5'ə böləndə qalıqda 3 qalır. 7'yə böldükdə qalıqda 5 qalır. Bizdən 138'in rəqəmləri cəmini istəyir. 1, 3, 8 bir yerdə mənə verəcək 12. Yəni variant olur C. İfadəni hesablayın. Əgər dövrəqədəki ədədlərin sayıları ilə dövrdəki ədədlərin sayıları eyni olarsa, bu zaman biz bunları onluq kəsirlər kimi toplaya bilirik. 0 tam dövrə qədər 3 dövrdə 15, 0 tam dövrə qədər 2 dövrdə 12 və s. Alt-alta toplayaq. Və bu bizə 1 tam verir. Variant olur C. 64-cü suala baxırıq. ABM bucağı 75 dərəcədir və BM tənböləndir. Tənbölən bucağı yarıya bölür. Deməli, burada 75 dərəcədir və ümumi bucağımız 150 dərəcədir. Variant C. Sürəti 120 km/saat olan maşın 10 km yolu neçə dəqiqəyə gedər? Sürət düsturu V bərabərdir S böl T'dir. Buradan biz T'ni tapmaq üçün gedilən yolu sürətə bölməliyik. Yəni 10 kilometri 120 km/saata böldükdə 12'də 1 saat alırıq. Amma bizdən dəqiqəni soruşur. 1 dəqiqə, daha doğrusu 1 saat 60 dəqiqə olduğuna görə 12'də 1 60'a vurulur. İxtisar edir 5 dəqiqə. Variant A. Bir-birindən fərqli A və B çoxluqları üçün A, B-nin alt çoxluğudur. Deməli, bu bir B çoxluğu olsa, A, B-nin alt çoxluğu olar. A-nın element sayı 5'dir, B-nin element sayı 12. Mən A və B çoxluğunu kəsişdirsəm əgər ki, bizdən kəsişməni istəyir, alıram sadəcə A çoxluğunu. Sadəcə A çoxluğuna aldığımıza görə A, B-nin alt çoxluğu olan zaman NA kəsişmə B A çoxluğunu verir. Yəni element sayı 5 olur. Cavab olur B variantı.
2 ardıcıl cüt natural ədəd. Ardıcıl cüt natural ədədlər. Birincisi olsun 2n. İkincisi olsun 2n plus 2. Ortaq vuruq olaraq 2-ni çıxarsam n plus 1 qalır. Əbub ortaq vuruqların hasilidir. Ortaq vuruqlar 2 olduğuna görə əbub da 2 olur. Variant Y. Məxrəti 300 olan düzgün kəsirlərdən neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar. Bu tipli testləri həll eləmək üçün birinci 300-ü vuruqlarına ayırırıq. 300-ü 2-yə bölürük 150, 2-yə bölürük 75, 3-ə bölürük 25, 5-ə bölürük 5, 5-ə bölürük 1. Deməli 300, 2 üstü 2 vurulsun, 3 üstü 1, 5 üstü 2-yə bərabərdir. Buradan onluq kəsir, neçəsini onluq kəsir şəklində göstərmək olar. Yəni sonlu onluq kəsir şəklində göstərmək olar dedikdə 2 və 5-lərin hasili, yəni 4 vurulsun 25 çıx 1. 100 çıxılsın 1 bərabərdir 99. D variantı. Çoxluğunun elementlərinin sayını tapın. Baxın, 102, 105, 108, 3 vahid arta gedir. Aha. Və sonuncu ədədimiz olan 999 da 3-ə bölünür. Bu zaman həm 102, həm 99 3-ə bölünürsə, bu o deməkdir ki, 102 və 999 parçasında 3-ə bölünən ədədlərin sayı. 999-dan 102-ni çıxıb 3-ə bölünən ədədlərin sayı deyildi, 3-ə böləcəyik. Məsələn, burada 4-ə bölünən, 5-ə bölünən ədədlər sayı desəydi, 4-ə və ya 5-ə bölünəcəkdi. Amma parçadakı həm birinci nöqtənin ədədin daha doğrusu və sonuncu ədədin verilən ədədə bölünməsinə diqqət eləməliyik. Ki, neçəyə bölünməsi deyirsə, parçanın uzlarındakı ədədlər də həmin verilən ədədə bölünməlidir. 999-dan 102 çıxıb 3-ə bölürük. Həm birinci ədəd, həm sonuncu ədəd bu parçaya daxildir, digər üstünə 1 gəlir. 897 bölünsün 3 üstəgəl 1. Bu da olur 299 üstəgəl 1, yəni 300. Cavab olur B variantı. Fariz bir işi 3 saata, Əhməd 7 saata bitirə bilir. Fariz 2 saat işləsə. Fariz əgər 3 saata bitirirdi, amma 2 saat işləyibsə, işin 3-də 2 hissəsini görmüş olur. Qalan işi Əhməd neçə saata bitirə bilər? Əhməd 7 saat işləyirsə, 1 saata işin 7-də biri. 1 saata işin 7-də birini görürdüsə Əhməd. Bəs neçə saat işləsə, işin qalan hissəsi. Qalan hissəsi 1/3-2-ni çıxmaqla alınır. Yəni, Əhməd təkcə neçə saat işləsin ki, işin 3/1-ini görsün. Çünki 3-də 2 hissəsini Fariz görmüşdü. Əhmədə qalmışdı 3/1 hissəsi. Bu zaman x-i tapmaq üçün 3/1-i 7/1-ə bölürük. Yəni 7-yə vururuq. 3-də 7 olur. 2/3/1. Variant A. A və B çoxluqları ilə uyğun olaraq x və y ədədlərinin sadə vuruqları ifadə olunur. Şərtdə x və y deyil, burada A və burada da x, y olmalıdır. Bu imtahan zamanı uşaqlara deyilir, amma burada çap səhvi ola bilir. Gəlin, indi baxaq. Əkob x, y, əbub x, y böldükdə mənim bu düsturum mənə C-ni verir. Yəni, ortaq olmayan sadə vuruqların hasili. Ortaq olmayan sadə vuruqlar A-da 2 və 7 qalır, B-də 3 və 5 qalır. 2 vur 7, vur 3, vur 5. Buradan 2-ni 5-ə vursaq 10, 3-ünü 7-yə vursaq 21, eləyir 210. Yəni, Y variantı. Emin neçə natural qiymətində bu ifadənin qiyməti naturaldır. Deməli, bunu ayrıca kəsirlər kimi yazırıq. Surəti məxrəcə bölmək. 15 bölünsün M olduğu kimi qalır. Üstəgəl 16 ilə M-ə böldükdə cavab edir 16. Əgər neçə qiymətində, yəni M-in neçə qiymətində, ifadənin də qiymətinin natural olmağını istəyirsə, burada biz 15 bölünsün M-də M-in qiymətlərini 15-in bölənləri götürür. Yəni 1, 3, 5, 15. 4 dənə. D variantı. Ədədi 1/4-ə vursaq neçə faiz artar? Tutaq ki, ədədimiz olsun 100. Vurduq 1/4-ə. Oldu 140.
Götürdüyüm ədəd, yəni 100 mənim 100%-im idisə, 140 mənim neçə faizim olacaq? Bunu tapmaq üçün də yenə 140-ı 100-ə vurub 100-ə bölürük. Yəni elə 140%-dir. Bunu göstərir ki, əgər 100% idisə, 140 da 140% olacaq. Nə qədər artıb? 140-dan 100-ə çıxırıq. 40% artıb. Cavab olur D. Açıq şuanı. Açıq şua dedim, yəni burada açıq bucaq nəzərdə tutur əslində. Təpə nöqtəsindən bir yarım müstəvidə 7 şua. 1, 2, 3, 4, 5, 6 və 7. 7 şua çəkilmişdir. Alınan 180 dərəcədən kiçik bucaqların sayı. Baxın, əslində tərəfləri arasından, yəni bu açıq bucağın təpəsindən çıxan şualar arasında 7 dənə şua var. Amma biz bunun təpəsindən çıxan həm sola, həm sağa şuaları da nəzərə alıb, yəni mütləq ki, kənardaşları da nəzərə alıb 9 şua olduğunu görürük. Bir nöqtədən 9 şua çıxmış olur. Alınan 180 dərəcədən kiçik bucaqların sayı üçün n vurulsun, n çıx 1 bölünsün 2, çıx 1 düsturumuz var. Nə zaman? 7 şua çəkilib, amma biz ümumilikdə n-in yerinə 7 plus 2 yazırıq. Çünki dediyim kimi, kənardakı şuaları da nəzərə alırıq. Bu zaman 9 vur 8 bölünsün 2 çıx 1, cavab olur 35. Biri çıxmağımızın səbəbi də odur ki, biz görürsünüz 8 ilə 9-u birləşdirəndə 180 dərəcə alınır. Amma mənə şərtdə deyirdi ki, 180 dərəcədən kiçik bucaq var. Ona görə biri çıxırıq ki, 180 dərəcə bucağı almış olmayaq. Cavab olsun 35. Bir nöqtədə kəsikən 6 düz xətt. Baxın, 1, 2, 3, 4, 5, 6. Soldakılar bu xətlərin, yəni düz xətlərin digər tərəfləridir. Amma hər dəfə durub bu xətləri çəkməyəcəyik ki, neçə şua çıxır. Bir düz xətt yaratmaq üçün bizə 2 şua lazımdır. Belə deyək, bir nöqtədən çıxan 2 dənə şua lazımdır ki, düz xətt olsun. 6 düz xətt kəsikəndə bunların burada kəsişmə nöqtələri yaranır. Məsələn, biri sağa, biri sola 2 dənə şuanın alınır. İndi 6 düz xətt olduğuna görə bir düz xəttdə əgər 2 şua lazım idisə, 6 düz xəttdə də 12 şua. Və bizim elə şualarımızın düsturu 2n. Buradan istifadə edərək 6-nı 2-yə vurursunuz, olur cavab 12. Qarşılıqlı bucaqların tənbölənləri arasındakı bucaq. Qarşılıqlı bucaqlar. Tənböləni burada olsun. Bir də burada. Bunların arasındakı bucaq bizə 180 dərəcəni verir. Cavab olur 180 dərəcə. 3n kvadratı bərabərdir m47 şərtini ödəyən m və n natural ədədlərinin hasilini tapın. Baxın, burada m47 3-ə bölünən bir ədəd olmalıdır. Yəni, rəqəmlərinin cəmi 3-ə bölünməlidir. Bu m üstəgəl 11 olur. M üstəgəl 11. Burada m-in yerində baxaq görək hansı ədədlər olsa 3-ə bölünər. 1 olsa 11 üstə 1 12 bölündü. 4 ola bilər 15 bölündü. 7 ola bilər 18 bölündü. Amma nəzərə almalıyıq ki, yaranan ədədi 3-ə böldükdə bizə nəyinsə kvadratını verməlidir. Məsələn, birinci halda yoxlayaq, 147-ni bölürük 3-ə. Bizə verdi 49-u. Baxın, tam bölündü və 49. Əgər mən n kvadratı bərabərdir 49 olaraq yazsam, n bərabər 7. Bu alınır. Amma gedək digər variantlarda yoxlayaq. Məsələn, 447 bölünsün 3 olsa, baxın 149. Bu heç n kvadratı deyil. Ona görə bunu götürmürəm. Və ya 747 olsa,
Baxın 249. Bu da heç nəyin kvadrat deyil, götürmür. Elə m-in yerində 1, n-in yerində 7 olan cavabı götürüb n vur n hansında 1 vur 7 bərabərdir 7 kimi yazın. Gəldik məhlul məsələsinə. Uyğunluğu müəyyən edin deyir. Deyir 40 qram 20% duz məhlulu. Birinci 40-ı vururuq 20-yə, bölürük 100-ə. 8 qram duz. Aha. Birinci şərtdə deyir ki, 40 qram su əlavə olunarsa. Gəlin baxaq. Deməli, mənim 8 qram duzum var. 8-i yuxarıda yazam. Məhlulum 40 qramdır. 40-ı aşağıda yazdım. 40 qram su əlavə olunursa, məxrəcin üstünə 40 gəlirəm. Çünki məxrəcdə məhlul var. Surətdə duz olduğu kimi. Vurulsun 100%. Bu olur 80-də 8 vur 100. 8 ilə 80 ixtisar gedir. 0-la da 0 gedir. Qalır 10. 10%li məhlul alınır A variantı. Bir də getdi A. Keçək ikinciyə. 40 qram duz əlavə olunarsa. Aha, yenə duzum əvvəl 8 idi, məhlulum 40 yazılır. Duz əlavə olanda həm surətə, həm məxrəcə plus 40 yazırıq. Vurulsun 100%. Bərabərdir. 80-də 48 vur 100%. Sıfırlar gedir. 48-dən 8 ixtisar gedir. 6 vur 10. 60%li məhlul alınır. 60%li məhlul haradaydı? C variantı. Üçüncü və sonuncu şərt 10 qram su əlavə olunarsa. Gəlin baxaq. 8 yuxarıda, 40 aşağıda yazılır. 10 qram su əlavə olursa, yenə məxrəcdə 10. Üstə gəlirik, vurulsun 100%. Bərabərdir. 50-də 8 vurulsun 100. 50 ilə 100 ixtisar gedir, 2 qalır. 16%li. Deməli, burada gedir Y variantı. 1-ə A, 2-yə C, 3-ə Y. İndi keçirik açıq suallara. AB 2 rəqəmli ədədi üçün AB üstü xətt. Aha. Baxın, AB üstü xətt bərabərdir 8 vurulsun A plus B. AB üstü xəttin açılışı 10A üstəgəl B-dir. 8-i də içəri vursaq 8A üstəgəl 8B. A-lar bir tərəfə, B-lər bir tərəfə. 10A-dan 8A-nı çıxdım 2A. 8B-dən 1B-ni çıxdıq 7B. A-nı 2-yə, B-ni 7-yə çarpaz bərabərləşdiririk. Aha. Baxın, bizə burada AB verib. Bu AB-nin üstündə xətt yoxdur. AB-nin üstündə xətt olmayanda bu A vur B deməkdir. Üstəgəl A, üstəgəl B. Bərabərdir 7 vurulsun 2. Üstəgəl 7, üstəgəl 2. 9 üstəgəl 14 bərabərdir 23. Cavabımız olur 23. 716 ədədinin natural bölənləri. 716-nı 2-yə böldük. 358, 2-yə böldük. 179, 179 sadə ədəddir. Deməli, 716 bərabərdir 2 üstü 2 vurulsun, 179 üstü 1. Natural bölənlər üstləri bir vahid artırıb bir-birinə vurulur. Malın qiyməti 20% artır. Malın qiyməti əvvəl 100% idi. 20% artırıb, deməli 100-ün üstünə 100-ün 20%-in gəlir. Olur 120%. Sonra yeni qiymət 3 dəfə azalır. 120%-i bölürük 3-ə 40%. Malın ilkin qiyməti neçə dəfə azaldı soruşur. Əvvəl 100% idi, indi 40%. Dəfə azalır deyirsə 100-ü bölürəm 40-a, o da olur 2,5 dəfə. 82. ABC bərabərdir CB'ye, o da bərabərdir 2 dənə DB'ye. Baxın, bu bizim olsun DB'ye bucağımız. Buna bir X deyək. Onda CB'ye olacaq 2X. Bu hamısı.
SB-yi hamısı 2x-dirsə, deməli burada bir dənə x qalmalı ki, x olsun. Digər tərəfdən də A, B, C bucağı da 2x olacaq. Çünki bir-birinə bərabər 2x. Aha. Misalın şərtində bizə verib ki, AKS 80 dərəcədir. İndi biz burada baxaq. Gəlin baxaq. Baxın, AKS bucağı, biz də burada KBY bucağı. Bunlar uyğun bucaqlardır. Deyirəm ki, aydın görünür. Baxın, bunlar uyğun bucaqlardır. Çünki iki paralel düz xəttin kəsənlə əmələ gətirdiyi bucaqlardan. Yəni, bura 80 dərəcədirsə, burada 80 dərəcədir. Hamısı bir yerdə. Yəni, bu 2x ilə bu 2x-in cəmi 4x bərabərdir 80 dərəcədirsə, x bərabərdir 20 dərəcə. X-i tapdım. Digər tərəfdən məndən nəyi istəyir? Məndən istəyir x-in dərəcəsi. X buradır. Ora baxmamışdan qabaq gəlin, baxaq. Burada bir z qaydası var. Baxın, yaşılla işarə edirəm. Deməli, bu bucaq x idisə, bu bucaq da x-dir. Və bunun qarşısındakı da x-dir. Yəni, biz burada özümüzdən x demişdik. Məsələn, buradakı x-i bir alfa bucağı desək, eyni olmasın. Alfanın onsuz da burada x-ə bərabər olduğunu alırıq. Çünki qarşılıqlı bucaqlardır. Bu şərtin davamına baxmadan x demişdik. Burada eyniləşməsin deyə ona bir alfa deyəndə yenə bir-birinə bərabər olmuş olur. Və biz x-i 20 almışdıq deyə cavabımız oldu 20. 20 dərəcə. Bu ifadəni açaq. AB üstü xəttin açışı 10A üstəgəl B-dir. BC üstü xəttin açışı 10B üstəgəl C-dir. CA üstü xəttin açışı 10C üstəgəl A-dır. Gəlin baxaq. 10A və bir dənə A. 11A, 1B və 10B. 11B, 1C və 10C. 11C. 11-i ortaq vuruq olaraq mötərizə xaricdən çıxartdıq. A plus B plus C. İfadənin ən böyük qiymətini istəyir. ABC fərqli ədədlərdir deyəndə mən ən böyük A-nın yerinə 9, yəni dəyişə də bilərəm. B-nin yerinə də və ya C-nin yerinə də 9 qoymuşam. Amma mən ixtiyari olaraq 9, 8, 7. Yer dəyişmə eləyib hansına hansı istəsəz qoya bilərsiniz. Biz ixtiyari qoymuşuq. 11 vurulsun. 9 üstəgəl 8, 17, üstəgəl 7, 24. 11 vurulsun 24, olur 264, cavab olur 264. 84. Sinifdə 11 şagird informatika üzrə, 14 şagird riyaziyyat üzrə, 4 şagird hər iki fənn üzrə hazırlaşır, 7 şagird heç bir üzrə. Baxın, şərtdə yalnız informatika demir. Ümumilikdə heç nə qeyd eləmədən deyir ki, 11 şagird informatika üzrə. Venn diaqramın üsuluna baxsaq, bura informatika, bura riyaziyyat desək, əgər 11 şagird informatika üzrə hazırlaşır, 4 şagird hər iki fənn üzrə gedirsə, kəsişməsinə 4 olur. 11-dən 4-ü çıxdım, 7 sadəcə informatika hazırlaşan, 14-dən 4-ü çıxdım, 10 sadəcə riyaziyyata hazırlaşan. Deməli, onda birləşməsi, informatika və riyaziyyata gedənlərin birləşməsi 7, 4, 10 olaraq cəmi verir və bizə verir 21. Amma burada unutmayaq ki, 7 şagird heç bir üzrə hazırlaşmır. Onda 21 tapdığımız, yəni informatika və riyaziyyata bir yerdə hazırlaşanlar hamısı, 21 üstəgəl 7 heç birini hazırlaşanlar, 28 nəfər sinifdə şagird var. 85 və son sual. Uyğun tərəfləri perpendikulyar olan alfa və beta bucaqları. Uyğun tərəfləri perpendikulyar olan alfa və beta bucaqları ya alfa betaya bərabər olur, ya da cəmi 180 dərəcə olur. İndi burada mənə şərtdə deyir ki, alfa üstəgəl 20 betadır. Deməli, alfa betaya bərabər ola bilməz.
Alfa üstəgəl 20 dərəcə betadır. Alfa üstəgəl beta 180 dərəcədir. Deməli, mən aparıb betanın yerinə alfa üstəgəl 20 yaza bilərəm. Alfa üstəgəl 20 bərabər 180 dərəcə. 2 alfa bərabər 160 dərəcə. Alfa bərabərdir 80 dərəcə. Betanı istəyirsə 180-dən 80-i çıxırıq. Cavab qalır 100 dərəcə. Belə uşaqlar, hər birinizə uğurlar arzulayıram.